əziz abituriyentlər. Belə bir maraqlı test var. Gəlin bunun izahına baxaq. Deməli yazılıbdır ki, hansı birləşmənin tərəfləri arasına doğru sözünü artırsaq, quruluşu dəyişər. Biz bilirik ki, söz birləşməsi quruluşca sadə və mürəkkəb olur. Yəni düzəltmə ola bilməz. Söz sadə və düzəltmə mürəkkəb olur, ancaq söz birləşməsi sadə və mürəkkəb olur. Söz birləşməsi düzəltmə ola bilməz. Sadə söz birləşmələri iki sözdən ibarət olmalıdır və təbii ki, bir sözdən ibarət ola bilməz. Onsuz da bir sözdən ibarət söz birləşməsi olmur. Sadə söz birləşmələri iki sözdən, mürəkkəb söz birləşmələri ən azı 3 söz olmalıdır. Mürəkkəb söz birləşmələrində ən azı 3 söz. Və necə 3 söz? Hər iki tərəfin leksik mənası olmalıdır. Birinci tərəfində leksik mənası olmalıdır, ikinci tərəfində leksik mənası olmalıdır. Yəni biz əgər sözün bir tərəfin leksik mənası varsa, ikinci tərəfin leksik mənası yoxdursa, biz bunu mürəkkəb söz birləşməsi, ümumiyyətcə söz birləşməsi götürə bilmərik. Heç sadə də götürə bilmərik. Baxın, evə tərəf sözünü mən söz birləşməsi götürə bilmərəm. Çünki burada tərəf sözünün leksik mənası yoxdur. Və yaxud da evə doğru getdim. Evə doğru sözünü mən söz birləşməsi götürə bilmərəm. Çünki doğru sözün orada müstəqil leksik mənası yoxdur. Söz birləşməsinin hər iki tərəfin leksik mənası var, olmalıdır. Evə tərəf gedən desəm, bəli, burada tərəf sözü olsa da artıq 2 dənə leksik mənalı söz olduğu üçün biz buna söz birləşməsi deyə bilərik. Yəni nə olsun ki, burada tərəf işlənib? Tərəf onun söz birləşməsi olmamağına mane olmur. Əsas odur 2 dənə leksik mənası olan söz olsun, leksik mənalı söz olsun. Deməli, baxırıq. Evə doğru getmək. Gəlin birinci doğruların hamısını qarşısına yazaq ki, cavabı daha tez tapa bilək. Şəhərə doğru baxmaq, məsələyə doğru yanaşmaq, yola doğru irəliləmək, maşına doğru qaçmaq. İndi baxırıq. Evə doğru getmək. Deyir ki, hansı birləşmələrin tərəfləri arasına doğru sözünü artırsaq, quruluşu dəyişər. Evə doğru getmək. Burada evə doğru getmək, doğru sözün leksik mənası var? Yoxdur. Deməli, quruluşu dəyişmədi. Bu getdi. Çünki doğru sözü burada evə doğru bir yerdə götürülür. Evə ilə bir yerdə. Evə doğru köməkçi nitq hissəsidir. Şəhərə doğru baxmaq. Mən hər zaman şagirdlərimə də deyirəm ki, tutaq ki, yadınızdan çıxır ki, bu köməkçi nitq hissələrində qoşma, ədat, bağlayıcı. Məsələn, burada mən nə bilim, müəllim əsaslı köməkçidir, onun leksik mənası var, yoxdur. Sual verin. Baxın, evə doğru getmək. Nə etmək? Getmək. Hara, evə, nə, doğru? Görürsünüz, doğruya sual vermək olmur. Yəni, onun bir mənası yoxdur. Şəhərə doğru baxmaq. Baxmaq nə, haraya, şəhərə, nə, doğru? Əgər sual verə bilmirsinizsə, deməli, onun leksik mənası yoxdur. Köməkçinin hissəsidir. Məsələyə doğru yanaşmaq. Görürsünüz, necə yanaşmaq, doğru yanaşmaq. Baxın, burada da yazıram ki, daha aydın görünsün. Məsələyə doğru yanaşmaq. Necə yanaşmaq? Doğru, burada necə sualına cavab verdi? Deməli, burada nitq hissəsidir. Əsas nitq hissəsidir. Köməkçi nitq hissəsi deyil. Deməli, əsas nitq hissəsi bunun leksik mənası var. Məsələyə doğru yanaşmaq. Yola doğru irəliləmək burada yoxdur. Görürsünüz, doğruya sual vermək olmur. Yola doğru bir yerdə götürülür. Maşına doğru qaçmaq. Burada da maşına doğru bir yerdə götürülür və köməkçi nitq hissəsidir. Məsələyə doğru yanaşmaq. Necə? Məsələyə doğru yanaşmaq. Deməli, burada məsələyə doğru yanaşmaq. 3 dənə söz birləşdi, oldu, quruluşunu dəyişdi, oldu mürəkkəb söz. Məsələyə doğru yanaşmaq mürəkkəb sözdür. Çünki 3 dənə leksik mənalı söz var. Danışmaq sözün, yanaşmaq sözündə leksik mənası var, məsələyə də doğrudur. Çünki üçünə də ayrı-ayrılıqda sual verə bilirik. Özü çox zaman şagird edir, müəllim, evə doğru getmək, haraya, evə doğru deyirəm, axı doğrunun özünə sual verə bilmirsən. Deməli, bu köməkçidir. Ancaq məsələyə doğru yanaşmaq burada düzgün cavab C variantıdır.